Benim yoldaşım aileye çok soyuktu. Bir telefondu, bir eli. Bilmir. İki mı neceydi? Sen duymur ki. Ben bir Lamia bunu bir mən skrin elə, bu mənə lazımdır. Mən bir ailə tanıyıram. Dünən eşitdim bu hadisəni. İnsan belə danışanda baxırsan ki, alicənabdır, savadlıdır, ustadır, işi var, gücü var, yəni qazancı var. Özü də ucuzlu da deyil, yəni işi gücü bahalı işləyir. Amma bunun haqqında elə şeylər danışdılar ki, dünən mənə. Hələ Allahın lütfü yoxdur ki, mən onu bu eşitdiklərimi ona çatdırım. Nəsə susma gəldi. Dünən bir içimdən gəldi ki, ona bir gözəl mesajlar atım. Alınmadı. Qəlbim sustu, mən də sustum. Qəlbim danışmasa mən danışa bilmərəm. Gərək o qəlbdən gələ, Allahdan gələ. Amma bax, indi gəldi içimdən ki, həmin insana buradan bir mesaj göndərim. Bu mesajı da onun özünə göndərim. Yəni bu söhbəti. Və Allahın adı ilə ona xəbərdarlıq et. Pul qazanır, evə gətirir. 30 manat araq butulkalarına verir. Pişmişi qonşuyla yiyir, qadın evdə açdı. İçəndən də sonra bir çubuğa alır, qadını çırpıb döyür. Deyirlər ki, əlində öləcək. Adam deyir ki, öləcək. Varisini alacaq. Mən də o adama demək istəyirəm ki, bir də qulağıma belə bir sədalar gəlib çıxsa, ağır oturacaq sənə. Çünki adamın yiyəsi var, Allah'dır. Məsləhətinə şükür, onu qınamıram. Allah onu elə yaradıb, məni də onun yerində yaratmış ola bilərdi. Amma bu mesajı ona ünvanlayıram. Sənin yoldaşına da ünvanlayıram bu telefonla oynayana. Elə bir cəzalar qoyacaq ki, Allah bunların qabağını anlamırlar sadəcə. Bu adamın özü ilə bu yaxınlarda yıxıldı, ayağından travma aldı. Dedi, gözə gəldi. Anlamır ki, yün çubuğunu alıb qadının qabağında məzlum bir insanı çırpdım, getdim, qıçamdan zədə aldım. Bunu anlamadı insan. Çünki butulkadan ayrılmır, huş da ayrılmır. Başa düşdün? Çox acınacaqlı bir vəziyyəti danışdılar mənə. Səndə də kişi telefonla oynuyor. Bir gün Allah Teala belə ərləri elə oyuna salacaq ki, dizin yalvaracaqlar bu qadınlara. Dizin, sürünə yalvaracaqlar bu qadınlara, qələt eləmişəm. Belə bir məqam gələcək. Haqla batili ayırt edən gün, əzəl gündən təyin edilmiş bir vaxtdır, Quran buyurur. O gün həqiqətən haqla batil ayırt ediləcək və hər kəsə bu haqda xəbər veriləcək. Bax, bu həmin xəbərdir. Məsələn, qəlbində Allahdan dilə. Onu bağışla. Sən bağışla. Cəzanı Allah bilir, biz yox. Məsələn.